İnsan tövbə eləsə xalis niyyətlə Kur'an'ın ayasına əsasən deyir. Çünki Allah buyurur ki, Ya eyyuhəllezine amanu tubu ilallah. Deyir, siz tövbə edin. Nasuha, xalis qəlblə. İnsan xalis qəlblə tövbə eləsə, Peyğəmbər buyurur, Allah onun bütün günahlarını bağışlayar. Anadan olan uşaq kimi olar. Yəni günahsız. Əzizlər, şüşə, pəncərə, yaxud güzgüyə baxıq, güzgü zaman tozlar, qorub, çiçlər o görüntünü itirib. Biz bilməyərək ya bilərək günahlar eləmişik. Bizim bədənimizin, ürəyimizin Peyğəmbər dediyinə belə deyək, ağ parçası günahımıza görə bağlanıbdır. Onu tövbə ilə əvvəlki vəziyyətə qaytarmaq olar. Ona görə tövbə İslamda mühüm bir şərt. Heç kimdə Allah'tan namid olmasın. Çünki Allah buyurur, Allah təqrətü min rəhmətullah. Ümidini üzmeyin, mən sizi bağışlayarak tövbə etsin. İki dənə misaldan mən əyləşdim yerə. Bir mələk gəlir Allah'a deyir ki, ey Allah, mən bəndənin nəzarət edirəm sənin əmrindən. Bir günah eləsə onlar milyon. Yəni bəndə o qədər günah edib, olur milyon. Birində eləsə. Bəs ona niyə cəza vermirsən? Allah gör nə deyir? Deyir, o günahları sən çiynində daşıyırsan, ağırlığı sən götürürsən, deyir, yox. Deyir, narahat olma. Bəndən bilməyib, günah edib, inşallah tövbə edir, mən onu bağışlayar. Görürsün Allah'a bəndəyə sədaqəti, lütfün, istəyin. Qulaq, Musa Peyğəmbər deyir, ilahi, bu kəndin günahkarını mənə göstər. Bir şüb namazını qapıda deyər. Birinci çıxır, günahkardır. Örüşə, səfərə, ticarətə, işə, gücə, hamı səhər çıxmırıq. Musa namazı qıldı, getdi, yandı qapıda. Şəhərin qapısı olar, kəndin girəcək qapıları olar. Yandı orada, gördü bəli. Birinci çıxan bir kişidir. Yanında da balaca bir oğlan uşağı. Məsələn 8-10 yaşlı. Gün dolandı, dedi Allah onu bildim. İndi mənə dostumu göstər, razı qaldığımı. Dedi şam namazı qıl, getdi yan qapıda. Şəhərə daxil olan, işə gücə, səfərə, ticarətə gedən insanlar akşam evə qayıtmır. Axırıncı girən mənim dostum. Getdi yanında axırıncı girən, sübh tezdən çıxan kişi. Çəkildi kənara, əlini qaldırdı, ey Allah. Dedim, yaxşı bəndəni onu göstərdim. Dedim, pis bəndəni onu göstərdim. Mən necə bilir? Dedi, ya Musa, o kişi ki sübh tezdən evə çıxmışdı uşaqla, tövbə etməmişdi, günahla çıxmışdı. O uşağı gördün, dedi, gördüm. Allah uşaqlarınızı cəmat salamat eləsin, olmayana qismət. Uşaqla bir yerə zada çıxanda qəribə sualları olur. Deyir, o uşaq dedi, ata, o iri dağları görürəm. Görən ondan böyük nəsə var. Deyir, dedi, var bala, dağlardan böyük yerlər. Deyir, dedi, ata, yerlərdən böyük nəsə var, dedi, var bala, nədir? Dedi, göylərdir bala. Dedi, mənim atam, göylərdən böyük nəsə var, dedi, var, nədir? Dedi, atam, Allah'ın göylərdən böyük nəsə var, dedi, var, nədir? Dedi, mənim günahlarımdır bala. Təkrar edin, dağlardan böyük. Ata dedi, yerlərdir. Uşaq sual verəndə, ata dedi, yerlərdən böyük, göylərdir. Göylərdən böyük mənim günahlarımdır. Mənim atamın günahlarından böyük var, ata. Dedi, var, Allah'ın rəhmidir. Ya Musa, əlini qaldırıb mənə tərəf baxdı. Bir dəfə dedi, məni bağışla, mən onu bağışladım. Görürsən, qaydanda dost gibi qaydı. Görürsün, sübh günahına çıxan. Allah'ın pis dediği bəndə evə qaydanda dost gibi qaydı. Demək, Allah Teala qısa bir vaxtda insanları çok lütufkar olduğu için insanlara sevdiği için ona alatanı sevindirir. Benim de demeyim budur. İkinci bir hadisede var, dedim bak 2 tane dedem edeceğim yere. Bunu da eşittim, ben özüm bilen, size kurban zamanları eşittim. Büyük ayetullah var idi, ayetullah. Kur'an tefsircisi, tamam. Yani
80 neçə il yaşayıb, gecə gündüz namaz qılır. Möminlər bilər, bizim məscidlərdə məfatül günah var, kitabdır. İslamın əsasları, bütün Əhl-i Beytdən Ayətullah Şeyx Abbas Qumi adıyla deyirəm. Bir ömür ki, kitab yazıb, Kur'an təhsil edib, namaz qılıb, oğlu deyir, atam öldü, mən onu dəfn etdim. Eşidilməlidir, bax, tərdim. Dəfn etdim, akşam gəldim evə. Gecə yuxuda, atam yuxuda mənə dedi, bala, mənim bir kitabım var ki, almışdım. Əcəl gəldi, çatdıra bilməmişəm. Kitabı apar qaytar. Sübh oyandım, atamın kitabxanasına girdim, kitabı götürdüm. Aparıb çatdırdım yiyəsinə. İkinci gecə ata yuxuda mənə dedi, bala, sən gedəndə əlindən kitab düşdü. Palçığa bulandı onun qıraqları. Bir miqdar. Məni burada incidirlər. Gəl ondan halalını al. Mən oyandım, ikinci gedənə söhbət gedir. Mən oyandım, gördüm ata düz yer. Mən kitabı aparanda dünən əlimdən düşmüşdü yerə. Qıraqları biraz palçığa bulandı. Getdim halallığını aldım, ondan sonra atam yuxuma gəlmədi. Qulaq as. Mən bunu atamın dostları, alimlərə dedim. Onlar dedilər, bir ömür namazı qılıb, Kur'an okuyan, təfsir verən Kur'ana, kitabın niyə əzmirsən, soruşurlarsa, şiirlərdə bir belə yüklə gedən cəmaat nə deyəcək? Çox maraqlıdır. Sizə qurban, belə məclislərdə bir saat elm öyrənmək 70 illik ibadətin savabını verər sizə. Və izə quriyəl Kur'an, oxundu Kur'an, fəstəqürlər və ənsidurlarlakum turhamun. Allah deyir, sakit olun, bəlkə mən sizə rəhm edeyim. Əgər biz Kur'an məclislərində sakit olsaq, Allah söz verir, bu bizə rəhm edəcək. Sənə bu. Əksərdirlər. Maşını, rolunu, şoförlər var burada. Allah qorusun sizi. Maşının rolunu bıraksan, öz başına adamı sağa da çırpar, sola da. İnsan da Allah'tan ki aralandı. Ondan sonra o düşür şeytanın toruna bak. Sağa doğru çırpır, sola da çırpır. Allah'ın veren öz büyüklüğüne. Bilmeyerek günahlarımızı bağışlar.